Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. İmam Nəvvi Rahimahullahın müəllifi olduğu 40 hədis kitabına davam edirik kardeşler. Növbəti hədis isə 15-ci hədisdir. Buyurur ki, An Əbi Hureyrətə radiyallahu anhu enne Resulullah sallallahu aleyhi ve selleme qal. Növbəti hədis Əbu Hureyra radiyallahu anhudan gəlir, 15-ci hədisdir. Buyurur ki, An Əbi Hureyra radiyallahu anhu enne Resulullah sallallahu aleyhi ve selleme qal. Men kana yu'minu billahi vel yevmil ahiri felyekul hayran ev liyasmut. Ve men kana yu'minu billahi vel yevmil ahiri felyukrim carahu. Ve men kana yu'minu billahi vel yevmil ahiri felyukrim dayfahu. Ravahul Bukhari ve Muslim. Əbu Hureyra radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi. Kim Allah'a ve ahiret gününe iman getirirse ya xeyir danışsın ya da sussun. Kim Allah'a ve ahiret gününe iman getirirse qonşusuna ikram etsin. Kim Allah'a ve ahiret gününe iman getirirse qonağına ikram etsin. Hədisi Buxari Muslim rəvayət edibdir. Və hədisin ravisi Əbu Hureyra'dır. Əbu Hureyra radiyallahu anh barəsində də keçən dərslərimizdə hədislərdə zikr etmişik haqqında. Abdurrahman bin Saxır Əd-Davsi radiyallahu anh. Və bu hədis Əbu Hureyra'dan fərqli yollarla və ləfzlərlə gəlib. Bəzi ləfzlərdə fələ yu'zi carahu olaraq gəlib. Yəni fəlyukrim carahu yox, fələ yu'zi carahu. Yəni qonşusuna əziyyət verməsin. Bəzi ləfzlərdə fəlyuhsin qira dayfihi. Yəni deməli qonağına yəni gözəl şəkildə davransın. Və yaxud da bəzi ləfzlərdə də qonşu yerinə qohumluq əlaqələri olaraq gəlibdir. Yəni fəlyasil rahiməhu, yəni qohumluq əlaqələrini gücləndirsin və yaxud saxlasın. Və bu hədisi Allah Resulü sallallahu aleyhi və səlləmdən qardaşlar bir çox sahabələr rəvayət ediblər. Və onların arasında möminlərin anası Ayşə radiyallahu anhə, İbn Məsud, Abdullah ibn Məsud, Abdullah ibn Amr, Əbu Əyyub Əl-Ənsari, İbn Abbas və başqa sahabələrdən yəni bu hədis rəvayət olunubdur. Yəni ləfzlərdə sadəcə fərqliliklər var. Və hədisin mənziləsi barəsində alimlərin bir çox sözləri var. Hədis həqiqətən də əzəmətli hədisdir. Hədisə fikir versək, yəni hədis insanın özü ilə bağlı və insanlarla olan müamiləsi ilə bağlı olan hədislərdən biridir. Və bu qismdə olan hədisləri insan gərək yəni yerinə yetirməyə, yəni əzbərləməyə, yerinə yetirməyə həris olsun, əməl etməyə həris olsun. Çünki insan bir öz nəfsindən, bir də başqalarından sorğu-sual olunacaq qiyamət günü. Və ona görə bu mühüm məsələlərdəndir. Və İbn Həcər rahimehullah Fəthül Bari əsərində buyurur ki, bu hədis haqqında buyurur ki, bu cəvami'ul kelim olan hədislərdəndir. Çünki söz bütünlükdə ya xeyirdir, ya da şər. Və ya ikisindən birinə qayıdır. Ya xeyir olur, ya da şər olur. Və həmçinin Heytəmi rahimehullah Fəthül Mubin əsərində deyir ki, bu hədis əzəmətli və geniş qaydalardandır, şəriətin geniş qaydalarındandır. Çünki dilin bütün hökmləri əməldə bədən üzvlərinin ən çoxudur. Yəni bədən üzvlərindən daha çoxdur. Bədən üzvlərinin əməli bir yerə kimidir, amma dilin əməli gün ərzində dayanmır. Çünki dilin bütün hökmləri dedik ki, bədən üzvlərinin hökmlərindən, yəni əməldən çoxdur və bu etibarla onun haqqında, yəni bu hədis haqqında İslamın 1/3-dir demişdi Heytəm rahimehullah. Və bu cür deyilməsi daha doğru olar deyir. Çünki əməl, qardaşlar, necə ki bilirsiniz, insanın əməli ya qəlblə olur, ya əza ilə olur, ya da dillə olur. Deməli, İslamı 3 yerə bölsək, İslamın əməllərini 3 yerə bölsək, İslamın 1/3 dildir, dilin əməlləridir. Onun 1/3 qəlb əməlləridir və 1/3 isə digər yerdə qalan 3/3 isə əza əməlləridir. Bəli, yəni iman nədir? İman dillə demək, qəlblə təsdiqləmək və əza əməli ilə yerinə yetirməkdir. Və həmçinin alimlərdən Zərqani rahimehullah buyurur ki, Muvattanın şərhində, İmam Məlikin Muvattasının şərhində buyurur ki, bu hədis cəvami'ul kelimdəndir. Çünki o feillərə və sözlərə aid olan gözəl əxlaqı, feillərə və sözlərə aid olan gözəl əxlaqı özündə cəm edən 3 xüsusiyyəti deməli bizlərə çatdırır. Və bu hədis əməllərin imandan olduğuna işarə edir, qardaşlar. Bu hədis əməllərin imandan olduğuna işarə edir. Harda işarə edir? Yəni biz bunu hardan götürmüşük ki, burada
Yəni çünki bəzi bidət əhli deyir ki, əməllər imandan deyil. Yəni əməllər imana təsir etmir. Bu isə batildir. Niyə görə? Fikir versək hədisin mətninə buyurur ki, "Mən kana yu'minu billahi vel yevmil axir." Kim Allaha və axirət gününə iman gətirirsə. Və burada deyilən bu şeyi gerçəkləşdirməyən birinin, hansı ki, ya xeyir danışsın, ya halal olsun və yaxud da qonşusuna gözəl ikram eləsin və yaxud da qonağına ikram eləsin. Bunu gerçəkləşdirməyən birisi Allah və axirət gününə olan imanı bunu gerçəkləşdirmədiyi ölçüdə azalır və zəifləyir. Çünki burada imanın əslindən söhbət gedir. Aydındır? Yəni imanı kamilləşməz yox. Yəni imanın nə dərəcədə bunu naqisləşdirirsənsə, imanın əslinə təsir eləyir. Yəni imanı azalda bilir. Və bu da insanın nəyinə qayıdır? Yəni necə bunu hansı ölçüdə gerçəkləşdirmədiyinə qayıdır. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən kana yu'minu." Kim iman gətirir, yəni Allaha və axirət gününə iman gətirirsə. Və buradakı "Mən kana yu'minu" iman gətirirsə. Və burada nəzərdə tutulan biz dedik ki, elm əhli deyir ki, Allahın əzabından qurtarıb razılığına aparan kamil imandan söhbət gedir. Və onu qoruyan da həmçinin bu üç şeydəndir. Yəni bu üç şey o imanı qoruyan vasitələrdən biridir. İnsanın ya xeyir danışması, ya susması imanını qoruyur. Hansı iman? Əsli etibarıyla gerçəkləşdir. Allah və axirət gününə olan imanı. Və insanın qonşusuna gözəl davranması, ikram etməsi və həmçinin qonağına yaxşı davranması, ona ikram etməsi də bu onun imanını kamilləşdirir və imanını qoruyur. Hansı iman ki, Allahın əzabından qurtarıb razılığına aparan imandır. Bəli. Və elm əhli buyurur ki, bu hədis bir çox əzəmətli məsələləri özündə cəm edib və ya əhatə edir. Onlardan birincisi, qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə işarə edir. Rasulullah sallallahu aleyhi və səlləm. Birincisində o işarədir ki, dilin qorunması. Fəlyəqul xayran əv liyəsmut. Yəni dilini qoru. Hansı ki, Quran və sünnə yəni bu barədə bizə nəyi çatdırıb? Yəni insanın ya xeyir danışması və yaxud da susması barəsində naslarla doludur. Hansı ki Allah Subhanahu wa Taala İsra surəsinin 53-cü ayəsində bizə bildirir. Buyurur ki: "Qul li ibadi yaqulu allati hiya ahsan." Qullarıma de ki, ən gözəl sözlər danışsınlar. Və bu da nəyə işarədir? Elə hədisin bizə Rasulullah sallallahu aleyhi və səlləm bizə çatdırdığı kimi dilini qoru. Yəni xeyir şeylər danış, gözəl söz danış. Başqa bir ayədə Bəqara surəsinin 83-cü ayəsində "Və qulu lin-nasi husna." İnsanlara gözəl söz deyin. Və həmçinin Əhzab surəsinin 70-ci ayəsində Allah Teala buyurur ki: "Ya eyyuhellezina amanu ittaqullaha və qulu qawlan sadida." Ey iman gətirənlər, Allahdan qorxun və doğru söz danışın. Allah Teala və Rasulü sallallahu aleyhi və səlləm bizə nəyi bildirir? Xeyir şeylər danışmağı və şərlərdən dilimizi qorumağı. Və Əhməd, İmam Əhməd və başqaları hədisdə rəvayət edir ki, hansı ki Şeyx Albani rahimehullah hədisi həsənləşdiribdir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur: "La yestaqimu imanu abdin hatta yestaqima qalbuhu." Deməli, qulun imanı doğru olmaz, hətta onun qəlbi doğru olana qədər. "Və la yestaqimu qalbuhu hatta yestaqima lisanuhu." Onun qəlbi də doğru olmaz, dili doğru olana qədər. "Və la yadkhulu raculun cennete la ya'manu jaruhu deməli, bawaiqahu." Və sonunda da buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm, qonşusu onun şərrindən əmin olmayan kəs cənnətə daxil olmaz. Cənnətə daxil olmaz. Yəni hansı ki o qonşu ki, onun əlindən, yəni qonşu sənin əlindən əminamanlıqda deyilsə müsibətdir. Yəni daim qonşusuna əziyyət verir, ona dilinlə, əlinlə və yaxud da hansısa bir feillə əziyyət verirsə, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "La yadkhulu raculun cennete la ya'manu jaruhu bawaiqahu." Qonşusu onun əlindən, onun şərrindən əmin olmayan kəs cənnətə daxil olmaz. Fikir verin, bunlar hamısı bir-birinə bağlı məsələlərdir. Bir-birinə bağlı məsələlərdir. Sənin imanın doğru olmaz, hətta qəlbin doğru olana qədər. Deməli, imanın doğruluğu nəyə bağlandı? Qəlbin doğruluğuna. Və bu da əlaqəlidir. Qəlbin doğru olmaz, hətta dilin doğru olmadıqca. Dilin doğru olması nə deməkdir? İnsan danışarkən doğru danışmalı və yalandan uzaq olmalı və şərdən, böhtandan, qeybətdən uzaq olmalı və insanlara danışarkən də gözəl şəkildə xitab etməlidir. Və bu gerçəkləşdirilərsə,
insanın qəlbi və qəlbi də doğru olarsa, imanı doğru olar. Və həmçinin Buxarinin Ədəbul Mufradda səhih sənədlə rəvayət etdiyi hədisdə buyurur ki, Hani bin Şureyh buyurur ki, Qultu lin-Nəbi sallallahu aleyhi və səlləm. Mən Allah Resulü sallallahu aleyhi və səlləmə dedim, Əxbirni bi şeyin yucibul cənnə. Mənə elə bir şey barəsində xəbər ver ki, o şeylə cənnət vacib olsun. Və Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurdu ki, Qal, Aleykə bi husnil kələm və bəzlü ta'am. Və sənə cənnəti qazandıracaq şey barəsində Allah Resulü xəbər verir ki, sənə deməli, gözəl söz danışmağı və yemək yedizdirməyi tövsiyə edirəm. Və yemək yedizdirmək də bu ikramdır. Və həmçinin İmam Əhməd və başqaları rəvayət ediblər səhih, həsən hədislə, həsən olaraq Muaz ibn Cəbəldən rəvayət edirlər ki, Allah Resulü sallallahu aleyhi və səlləm xəbər verir. Muaza xeyrin bəzi xüsusiyyətləri barəsində danışır. Yəni, insan necə xeyri əldə edə bilər. Və sonra buyurur ki, sənə bütün bunların əsası barəsində xəbər verirmi? Yəni, xeyir əldə etməyin, bu xeyir xüsusiyyətlərin əsası barəsində xəbər verirmi? Və Muaz radiyallahu anh deyir ki, bəli ya Rasulullah. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kuffə aleykə hədə. Yəni, Allah Resulü əlinlə dilini tutur və deyir ki, bunu saxla. Bunu saxla. Yəni, dilini qoru. Və sonra Muaz deyir ki, mən dedim ki, ya Rasulullah, məyər biz danışdıqlarımız barəsində sorğu-sual mı olmayacaq? Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, Səqilətkə ummukə, ya Muaz, anan səni itirsin, ey Muaz. Və həl yəkubbun nəs alə vücuhihim finnər illə hasaidu əlsinətihim. İnsanların üzü üstə cəhənnəmə sürükləyən bundan dillərinin törətdiklərindən başqa bir şey deyilmi? Yəni, insanı üzü üstə cəhənnəmə sürükləyən, Allahdan afiyət edirik, onun dili ilə qazandıqlarına görədir. Bəli. Və sonra hədisin ikinci hissəsində Peyğəmbər sallallahu aleyhi və səlləm sözünə davam edir. Buyurur ki, وَمَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ جَارَهُ. Və bu da mühüm məsələlərdəndir, qardaşlar. Qonşuya ikram etmək və qonşu haqları. Və ümumiyyətlə, qonşu niyə görə bu cür adlanıbdır, qardaşlar? Qonşu termini, yəni evinə bitişik və ya ona yaxın olan yeri əhatə edir. Yəni, sənin qonşun kimlərdir dedikdə, qonşu, deməli, evinə bitişik, səninlə evinə bir evə bitişik və yaxud da ki, sənə ən yaxın olan kəslər qonşu sayılır. Və Quran və sünnədə qonşu haqqını ödəməyin vacibliyi haqqında dəlillər çoxdur. Və Allah Resulü, Allah Subhanahu wa Ta'ala elə Nisa surəsinin 36-cı ayəsində buyurur ki, وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَ وَالْجَارِ. Və Allah Subhanahu wa Ta'ala buyurur ki, yəni miskinə, yaxın və uzaq qonşuya yaxşılıq elə. Və Allah Taala'nın əmridir bu. Və qonşuya yaxın da olsa, uzaq da olsa yaxşılıq etmək. Yaxın qonşu sənin evinə bitişik olan qonşudur, uzaq isə ondan o tərəfəsi olan. Və bir hədisdə, hədis muttəfəqun aleyh, yəni haqqında ittifaq olmuş hədisdir. Ayşə radiyallahu anhədən və İbn Umardan gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur. Mə zələ yusini Cibrilu bil cəri həttə zanəmtu ənəhu səyuvərrithuhu. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Cəbrail mənə qonşu haqqında o qədər tövsiyə etdi ki, hətta onun varis, yəni mirasımızda bir pay olacağını zənn etdim. Yəni mirasdan pay kimlərə düşür, qardaşlar? Mirasdan pay insanın yaxın qohumlarına düşür, değil mi? Oğlu, qızı, yoldaşı, anası, atası və s. Hesab edin, Cəbrail aleyhissalam o qədər qonşu haqqında tövsiyə edib ki, Allah Resulü sallallahu aleyhi ve sellem ki, o qədər tövsiyə etdi ki, sanki elə zənn elədim ki, o mənim yaxınlarımdan biridir və hətta mirasdan onlara pay düşəcək. Subhanallah. Yəni qonşu haqqı mühümdür, qardaşlar. Qonşu haqqı mühümdür. Bəzən görürsən müasir, yəni indiki zamanımızda qonşunun qonşudan heç xəbəri yoxdur, subhanallah. O nə yeyir, içir, acıdımı, toxdumu, vəziyyəti nədir? Yəni insanlar artıq o yerə çatıblar ki, bu şeylər artıq unudulub gedib. Ona görə diqqətli olmaq lazımdır. Yəni o demək deyil ki, heç kimi etmir, mən niyə edim? Xeyr. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm bu hədislərini biz əməl etmək üçün öyrənirik. Və qonşuya xeyir, gözəl davranmaq, hətta o qeyri-müsəlman olsa belə sən ona ikram elə. Ola bilsin ki, Allah Taala'nın qəlbinə hidayət salar.
Və qaldı ki, müsəlman olduğu halda. Və qonşu haqqının ödənilməsinə elm əhli bəzi misallar gətirib. Elm əhli buyurur ki, ona bacardığın qədər yaxşılıq etmək və ikram etmək. Yaxşılıq etmək, yəni o deməkdir ki, məsələn bir müşkili varsa onu həll etmək və s. Və Allah Resulü sallallahu aleyhi ve sellem ki, فَلْيُحْسِنْ ilə cərihi, yəni qonşusuna yaxşılıq etsin. Və sonra ona istər sözlü olaraq, istər feili olaraq əziyyət verməkdən uzaq durmaq. Və qonşuya həqiqətən də əziyyət vermək, qardaşlar, yəni bu Peyğəmbər sallallahu aleyhi ve sellemin əmr etdiyi şeylərdən ki, فَلَا يُؤْذِ جَارَهُ, qonşusuna əziyyət verməsin. Qonşusuna əziyyət verməsin. Və elə zənn olmasın ki, bu olan şeylər, yəni insanın insana əziyyət verməsi, qonşuya əziyyət verməsi insan haqqındandır, qardaşlar. Qiyamət günü qul haqqından soruşulmadıqca Allah Taala insanı cənnətə daxil etmir. Və sən insan təsəvvür elə ki, Allahın haqqına girdiyin insan, bəzən görürsən ki, insan Allah Taala'nın haqqına girir. Nə edir? Günahlar eləyir. Ola bilsin ki, Allah Taala vəd verib bunu ki, tövhidlə gəldiyiniz halda, heç bir Allah'a şərik qoşmadığınız halda, ibadətləriniz səlim olduğu halda Allah Taala geridə qalanı bağışlayacaq. Lakin insanların haqqı elədir ki, insanlarla baş-başa qalırsan. Ona görə insanların haqqına girməkdən çəkinin. Və ələxüsusda bu, qonşu olar. Qonşunun haqqı digər sıravi insanların, başqa insanların haqqından daha kəskindir. Yerinə yetirilməsi daha mühüm olandır. Və sonra elm əhli buyurur ki, ehtiyacını ödəmək və ya ona yemək içməyindən ikram etmək. Yemək içməyindən ikram etmək. Əgər evdə neysə bişirdinsə, yəni sən fikirləşmə ki, o qəbul edər ya etməz və yaxud da ki, belə şeylər yadınızda saxlayın ki, qardaşlar, bu hamısı vəsvəsədir. Bəzən insan fikirləşir ki, mən yemək bişirərəm, apararam, birdən qəbul etməz. Xeyr, bu artıq şeytanın insanın olan vəsvəsəsidir. Sən apar, qəbul etməz, qaytarıb gətirəcəksən, əlhamdülillah. Əsas odur ki, sənin üçün həsənət yazılacaq. Və yemək bişirdiyin və yaxud da ola bilsin insan şirniyyat məhsulu bişirdi, sən ikram elə qonşuna. Hansı ki, Müslimin rəvayət etdiyi hədisdə Əbu Zər radiyallahu anhudan gəlir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem Əbu Zərə tövsiyə edir. Və buyurur ki, ya Əbu Zər, İzə tabaxtə məlaqətən fəəkfir məəhə və təahəd ciranək. Görün nə deyir Allah Nəbisi sallallahu aleyhi ve sellem. Ey Əbu Zər, deməli o yemək, bir növ yemək pişirirlər, bunun adı deyilir malaqa. Malaqa yeməyi, yəni bizdə yəni ətli yeməkdir, sulu şorba kimi belə. Deyir, əgər deyir ki, ey Əbu Zər, bu yeməkdən bişirsən, onun suyunu çox elə, suyunu artır. Və sonra deyir, onu qonşularına da, yəni qonşularını da nəzərə al. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir. Həqiqətən insan, yəni insana yemək yedizdirmək, bu əcaib təsiri var insana. Bəzən görürsən ki, insanın sözlə dəvət etdiyində qəbul etməyə bilər. Lakin insana ikram eləyəndə, onun, subhanallah, əcaib bir şəkildə onun üçün hidayət qapısı açılır. Yəni, yəqin ki, bunu yəni, görmüşsünüz təcrübədə ki, insan belə şeylərdə daha çox meyilli olur. Və belə qapılardan çalışın, istifadə etməyə çalışın. Və dəvət uğruna, təbii ki. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm davam edir ki, وَمَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ ضَيْفَهُ. Və kim də Allaha və axirət gününə iman gətirirsə, qoy qonağına ikram etsin. Bu hədisin 3-cü məsələsidir. Və elm əhli buyurur ki, bu İslamın əzəmətli ədəblərindəndir. Yəni qonağa gözəl davranma, ikram etmək. Və Rasulların sünnətindəndir. Rasulların sünnətindəndir nədir? Qonaq. Yəni insanın evə qonaq çağırması, qonaq qəbul etməsi və ona gözəl ikram etməsi. Və bu elə bir şeydir ki, qardaşlar, bu şeylə ərəblər daim fəxr ediblər. Hətta Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin zamanında, Allah Rasulunun zamanında İslam'a girməyənlər belə, müşrik olanlar belə bu şeyin üzərində fəxr edirdilər. Onların adətindən idi bu şey. Fikir verin, onlar yarışırdılar hətta belə şeydən. Yəni fikir versək, yəni Məkkə müşrikləri o Kəbəni ziyarət edənlərə nə edirdilər? Onlara ikram edirdilər. Onları qonaq, yəni qonaq kimi qarşılayırdılar. Və bu şeylərlə ərəblər daim fəxr edirdilər. Və bugün siz həqiqətən bəzi ərəb ölkələrinə getsəz bu şeyi görərsiniz. Bu şeyi görərsiniz. Onlar ikram etməyi sevirlər. İkram etməyi sevirlər. Hətta evlərində yeməyə, yəni bilirlər ki, məsələn, insan bilir ki, bu qonağı qəbul etməyə onun üçün elə də, yəni real deyil. Evində elə də özü ehtiyaclı olduğu halda. Lakin baxarsan ki, özü ehtiyaclı olduğu halda belə əlində olanı qonağı ilə bölməyə hazırdır. Və bu əcaib şəkildə ərəblərin xüsusiyyətlərindəndir, qardaşlar.
Və bu şeydə də, bu xislətdə də onlar daim yarışdığını görərsən. Və ilk qonaq qəbul edən də kimdir? İbrahim əleyhissalamdır. Hansı ki Allah Teala Quran-ı Kərimdə Əz-Zariyat surəsinin 24-cü ayəsində buyurur ki: "Həl ətəke hadisu dayfi İbrahimil mukramin." Sənə İbrahimin qonaqları barəsində xəbər çatıbmı? Və Abu Davudun rəvayət etdiyi hədisdə Abu Kərimə Əl-Miqdəm bin Ma'di Kərb radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə dedi: "Leylətud dayfi haqqun alə kulli muslimin. Fəmən əsbəxə bifinaihi fəhuvə aleyhi deynun inşəə iqtida'a və inşəə tərakə." Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, bir gecəlik qonaq qəbul etmək hər bir müsəlmanın üzərinə haqdır. Fikir verin, burada Peyğəmbər sallallahu aleyhi və səlləm haqdan danışır. İndi burada izah edəcək ki, burada əsas məqsəd və murad nədir, qardaşlar? Və bir kimsənin həyətində sabahlayarsa, o ev sahibi üzərində bir borcudur. İstəsə onu tələb edər, istəsə onu tərk edər, yəni bağışlayar. Yəni bu o deməkdir ki, sənin əgər evinə qonaq gəlibsə, artıq sənin üzərində haqqıdır ki, sən onu bir gecə saxlayasan. Sən onu bir gecə saxlayasan. Və o qonaq gələn insan da nədir? Yəni bu onun üzərinə borcdur. Yəni sənin üzərinə olan borcudur. İstəsə onu səndən tələb eləyər, yəni sənin onu saxlamağını, və yaxud da ki, onu tərk eləyər, bağışlayar, çıxıb gedər. Və elm əhli bu barədə ixtilaf ediblər, qardaşlar. Elm əhli bu barədə ixtilaf edib. Yəni bunun hökmü barəsində. Peyğəmbər sallallahu aleyhi və səlləmin sözündən nə anlaşılır? Buradakı, yəni bir gecəlik qonaq qəbul etmək hər bir müsəlman üzərinə bir haqqdır dedikdə, burada vacibliyə mi dəlalət edir, yoxsa müstəhəbdirmi, sünnətdirmi? Cümhur alimlərin görüşünə görə, qardaşlar, sünnətdir. Yəni vacib deyil. Və İmam Əhməddən bir rəvayətdə, və həmçinin İbn Qudamə və İbn Qayyum və Leys bin Sa'd, İbn Həzm, Şəvkəni və müasirlərdən İbn Hüseyn rahimehullah deyir ki, vacibdir. Yəni kimsənin evinə gəlibsə, bir gecə onu evində saxlamağın vacibdir. Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisinə görə. Lakin buradakı hökm, qardaşlar, kimə qayıdır? Yəni mən məsələn bugün eyni şəhərdə yaşayıram, gəlsəm sənin evinə desəm ki, mənim bir gün qonaq saxla, haqqdır sənin üzərində vacib, xeyr. Bunun da özünün təfsilatı var. Hansı ki, elm əhli buyurur ki, burada söhbət muqim olandan yox, misafir olandan söhbət gedir. Muqim olandan yox, misafir olandan. Məsələn, səfərdən gələn birisidir, uzaq yoldan gəlib və onun üzərində artıq sənin üzərində haqqıdır ki, bir gecə onu yəni qonaqlar. Bu şübhəsiz ki, bu yəni hara qayıdır? İnsanın hansı ki vəziyyəti buna imkan verirsə, o imkan daxilində təbii ki. Və muqim olana vacib deyil, hansı ki Allah Teala Nur surəsinin 28-ci ayəsində bunu izah edir. Nur surəsi 28-də. Allah Teala buyurur ki: "Və in qīlə lekum irci'u farci'u. Huwa azka lekum vallahu bima ta'malun alim." Fikir verin, Allah Teala burada evlərə daxil olmaq barəsində danışır. Yəni evlərə daxil olarkən səs çıxardın və yaxud da qapıları döyün. Bu ədəbdir. Yəni istiədən deyirlər şəriətdə buna. Yəni icazə almaq ədəbi. Və burada Allah Teala zikr edir ki, bizə xatırladır ki, əgər siz getdiniz qapıya, səs çıxartdınız və yaxud da qapını döydünüz 3 dəfə, əgər oradan qayıtmağınız əmr olunsa, mən ev sahibiyəm, kimsə gəlib qapını döyür. Əgər mən desəm ki, qayıt, indi məşğulam və yaxud da aça bilmirəm, Allah Teala əmr edir ki, "Və in qilə lekum irci'u farci'u." Əgər sizə qayıdın deyildiyi zaman, qayıdın. "Huwa azka lekum." Və sizin üçün bu daha xeyirlidir. "Vallahu bima ta'malun alim." Allah Teala sizin nə etdiklərinizi bilir, xəbərdardır. Və fikir verin. Və bu da o deməkdir ki, yəni insanın evinə gələn insan çox hallarda hansı olur? Qonşusu olur və yaxud da bir şəhərdə yaşayan, musafir olanlar burada nəzərdə tutulmur. Əgər gəldisə, sən onu qaytarmaq hüququn var. Və alimlər buradan istinbat ediblər ki, nəyi? Bu ancaq muqim olana aiddir. Sən deyə bilərsən ki, irci'u, yəni qayıt. Yəni bu ədəbdəndir. Və buradan həmçinin istinbat edirlər ki, yəni müsafir olana yox. Müsafir olan əksinə Peyğəmbər sallallahu aleyhi və səlləm o hədisi dəlalət edir ki, əgər biri sənin evinə gəldisə, müsafir olduğu halda sənin üzərində haqqıdır ki, sən onu bir gecə qonaqlamalısan, yəni qonaq qəbul etməlisən. Və qonaq qəbul etməyin də, qardaşlar, ədəblər var. Yəni şəriətdə hər şeyin ədəbləri olduğu kimi, qonaq qəbul etməyin də xüsusi ədəbləri var. Və bunun əslini Allah subhanahu wa ta'ala izah edir. Zariyat surəsi 26-27-ci ayələrdə. Hansı ki, İbrahim aleyhissalama qonaq gələndə
Allah Teala bu barədə xəbər verir ki, fərağa ilə əhlihi fəcəə bi'iclin səmin. Və o İbrahim qorxu içində ailəsinin yanına getdi və bir kök buzovla qayıtdı. Fəqarrabəhu iləyhim qalə ələ təkulun. Ya Allah, fikir verin, indi buradan elm əhli baxın necə incəliklə faydalar çıxardıblar. Bunlar zikr edəcək inşallah. Və elə ki qayıdır İbrahim Aleyhisselam qonaqlara ikram eləməyə, əlində yeməklə, fəqarrabəhu iləyhim. O yeməyi onlara yaxınlaşdırır. Və sonra deyir ki, ələ təkulun. Yemirsinizmi? Və bu da fikir versək bu ayəyə, elm əhli bu barədə deyir ki, bu ayə qonaq qəbul etməyin ədəblərini özündə cəm eləyib. Sadəcə 2 ayə qardaşlar. Elə ki İbrahim onların hiss etmədiyi bir şəkildə surətlə o yeməyi gətirdi. Və fikir versək, əvvəlcə soruşmadı ki, yemək yeyirsiniz yoxsa yox. Həqiqətən bu İslamın ədəblərindəndir qardaşlar. Qonaq gəldisə, siz soruşmayın ondan. Açsınız qardaş. Yəni toxsuz, açsınız, yemək istəyirsiniz, yemək hazırlayın. Bunu soruşmayın qardaşlar. İslamın gözəl ədəblərindəndir ki, baxın İbrahim Aleyhisselam demədi ki, açsınız yoxsa yox. Yeməyi gətirdi. Və bu birinci məsələ. Və həmçinin İbn Qayyim rahimehullahın gözəl bir zikr etdiyi bir məsələ var. İbn Qayyim buyurur ki, evinə misafir daxil oldusa soruşma ondan, yeyirsən yoxsa yox. Gətir qoy qabağına. Yesə yeyəcək, yeməsə tərk edəcək. Götürərsən. Və bu birinci məsələ. Yəni qonaqdan soruşma. Ola bilsin ki o utanır. Ola bilsin ki o ac olduğu halda imtina eləyə bilər. Və sən onu bilməyəsən. Ona görə soruşmaq lazım deyil. Əgər güc çatırsa, imkan varsa təqdim elə. Və fikir versək, ayədə Allah Teala buyurur ki, fəqarrabəhu iləyhi. Yeməyi İbrahim onlara yaxınlaşdırdı. Fikir verin, elm əhli necə fayda çıxar. Deyir ki, yeməyi uzağa qoyub yaxınlaşın demədi. Subhanallah. Subhanallah. Həqiqətən bu ədəbləri insanlar həyatında tətbiq etsə, vallahi, yəni fikir verin, İbrahim Aleyhisselam fəqarrab, yeməyi onlara yaxınlaşdırır. Bəzən görürsən ki, qonaq gələndə çoxumuz belə şeylərə fikir vermirik. Süfrəni açırıq, yeməyi süfrənin ortasına qoyuruq. Buyurun qardaşlar, və ya da buyurun kimsə. Əslində bu İslamın ən gözəl ədəblərindəndir ki, qardaşlar, o yeməyi cəmaata yaxınlaşdırırsan. Yəni evinə qonaq gəlibsə, sən yeməyi stolun üstünə qoyub, ona demək ki, yaxınlaş. Ola bilsin ki, o sözü ona əziyyət verə bilər. Subhanallah. Sən o yeməyi ona yaxınlaşdır. Əsl ikram da budur. Subhanallah. Bəli. Və İbrahim Aleyhisselam, fikir verin, ayənin sonunda nə deyir? Və deyir ki, qalə ələ təkulun. Yemirsinizmi? Və İbn Kəsir rahimehullah bu ayənin təfsirində deyir ki, eşidənə ağır gələcək əmir formasında demədi. Əmir formasında demədi İbrahim Aleyhisselam. Ne yemirsiniz? Ne olub, az değilsiniz? Xeyr. Sanki bunu təklif formasında dedi. Yumuşaqlıqla. Yemirsinizmi? Fikir verin. Bu da ədəblərdəndir. Və xülasə olaraq bəzi qonaq qəbul etmə və yaxud da ziyafət ədəblərini qeyd edək və bununla yekunlaşdıraq inşallah. Onlardan birincisi qardaşlar, qonağı gözəl şəkildə qarşılamaq və üzdə təbəssümün olması. Nə qədər ola bilsin ki, sənin problemlərin ola bilər, ola bilsin ki, özün yəni insanlıq halıdır, başqa şeylər ola bilər, əziyyət verici. Hər bir halda qonaq gəldisə, çalışmaq lazımdır ki, üzdə təbəssüm olsun. Üzdə təbəssüm olsun. Çünki qonaq gələn insan o üzdə təbəssüm olmayanda o onu istər-istəməz hiss eləyir və çəkinir. Və ikincisi, yemək hazırlamaq və təqdim etməkdə tələsmək. Yemək hazırlamaq və təqdim etməkdə tələsmək. Yəni bəzən görürsən ki, buna laqeyd yanaşanda artıq qonaq gələn insanın öz-özünə zənni yaranır. Yəni görürsən bu gecikmədə yəni nə ola bilər? Ona görə bu şeylərə macal verməmək lazımdır. Çalışmaq lazımdır ki, ən sürətli şəkildə yeməyi hazırlayıb ona təqdim eləyəsən. Və üçüncü məsələ, israf etmədən əlində olanın yaxşısından vermək. İbrahim Aleyhisselam neynədir? İbrahim Aleyhisselam kök bir buzov gətirdi. Kök bir buzov gətirdi. Təsəvvürün özündə olanın ən yaxşısını gətirdi, qonaqlarına təqdim elədi. İsraf etmədən lakin, alimlər şərt qoyur ki, israf etmə. Yəni sən heç kim məcbur eləmir ki, məsələn, əlində, həmçinin buna daxildir özünü çətinə salmamaq şəkildə, yəni salmayacaq şəkildə artıq yükləməməklə. Yəni məsələn, qonaq gəlir, adam gedir, borc alır, hansı ki imkanı zəifdir, borc alır ki, get falan yeməkləri al, bahalı yeməklər, hansı ki bu imkanı yoxdur bunun. Və bu qonaq gedəndən sonra onun üçün əziyyət olacaq bu. Yəni belə şeylərdən çəkinmək lazımdır. Bunu edərkən evində nə varsa təqdim elə, evində nə varsa təqdim elə, israfa yol vermədən və özünü çətinə salmadan. Və həmçinin mühüm məsələlərdən və sonuncusundan biri də odur ki,
evi qonaq qəbul etmək üçün hazırlamaq. Evi qonaq qəbul etmək üçün hazırlamaq. Bəzən görürsünüz ki, yəni qonaq getdiyin evdə ola bilsin ki, yəni çirkli ola bilər, evin səliqəsiz ola bilər, töküntü ola bilər və ya toz ola bilər. Yəni belə şeylərə fikir vermək lazımdır. Belə şeylərə fikir vermək. Çünki sən nə qədər buna ehtimam edərsənsə, baxın, bu niyə görədir? Onun şəninə görə yox. Onun şəninə görə də ola bilər. Çünki müsəlman da elhamdülillah. Müsəlmanlar insanlar içərisində ən şərəfli məxluqlardır. Ən şərəfli insanlardır müsəlmanlar. Elhamdülillah. Və həmçinin bunu edərək sən ona bu cür hörmət qoyaraq Allah Resulü sallallahu aleyhi ve sellem bu hədisinə muvafiq olmuş olursan. Bu hədisini gerçəkləşdirmiş olursan ki, وَمَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ ضَيْفَهُ. Kim Allah'a və axirət günə iman gətirirsə, neynəsin? Qonağına ikram etsin. Və bu da qonağa ikramdandır, qardaşlar. Öncədən bilirsən ki, evinə qonaq gələcək, hazırlıq görmək, yemək içməkdə və evin təmizliyində və s. Və doğrusunu Allah bilir və bu da yəni günümüzdə olan mühüm məsələlərdən idi, ədəb qaydalarından idi. Velhamdülillahi Rabbil alemin.